Azərbaycan xalqı İlham Əliyevin atası Heydər Əliyev vaxt var idi, deyirdi ki, Azərbaycanın bütün yeraltı yerüstü sərvəti xalq arasında tən bölünəcək. Əfsuslar olsun ki, tən bölünmək deyil, bir quruşunu biz xalq olaraq görmürük. Azərbaycanda gələn yeraltı sərvət neftdən hər ay hər bir ölkə, bütün neft ölkələrində var bu. Hətta bizimkilərin bəzən bəyənmədiyi İranda belə var. O və ailələrə pul ödənir. O gələn neftdən gələn puldan. Bizim Azərbaycan xalqı bir quruş görmür. Körpə uşaqlarımıza şapılı verilmir. Yaxşı, bu verilmir. Bunu vermirsən. Var bu xəstələri niyə pulsuz tədavi eləmirsiniz? Bütün hər yerdə onkoloji xəstə, hamımız bilir ki, ən böyük məsrəfli bir xəstəlikdir. Çox ağır bir xəstəlikdir. Bu xəstəlikdən qalxmaq biraz baxır hangi formada olmağından asılıdır. Elə bir yerdə olur ki, o xəstəlik oradan qurtarmaq mümkün deyil. O əsas mədədə, böyrəkdə və ağciyərdə olanda ən ağır forma, yəni bunlardır. Mən də artıq oxuya-oxuya, araşdıra həkim oldum bu xəstəliklə bağlı. Amma yaşamaq şansı var bu xəstələrin. Düzgün müalicə gedərsə, o bahalı müalicələri edə bilsə, əfsuslar olsun ki, biz bunu etmək gücümüz yoxdur. Mən 2 il bundan qabaq may ayının 17-sində əməliyyat oldum Azərbaycanda. Əməliyyat olanda Cəmil Əliyevin həmən klinikasında həkim oturdu, mənlə bazarlıq etdi. Dedi, bu əməliyyata bu qədər pul verəcəksən. Sağ olsunlar, qohum əqrəbə toplandı, o parayı ödədilər, mən əməliyyat oldum. Mənə kimyoterapiya dedi, girməlisən. Mən dedim, mənim ona verəcək pulum yoxdur. Mənim maddi imkanım yoxdur. Çünki kimyoterapiya biri 700 manatdan istədilər. Hətta orada biopsi falan, onun hamısını pulla bizə ödətdilər. Yəni, bayağı bir məsrəfli oldu mənim üçün. Mənim maddi durumum imkan vermədi, mən kimyoterapiya girə bilmədim. Azərbaycanda nəyə görə onkologiya mərkəzi insanlardan ödəniş alır? Hər il neçə milyon pul ayrılır onkoloji mərkəzə. O pullar xalqı xəstələrə xərcləməlidir. O pulu yeyirlər. Kimdir bu başda oturan? Cəmil Əliyev, İlham Əliyevin dayısı. Yəni, büdcədən bu cibindən alıb o cibinə qoyurlar. Büdcədən aformit edirlər xəstəxananın hesabına və oradan da gedir İlham Əliyevlə onun ailəsinin cibinə. Eyni variant, başqa bir, yəni pulu belə, o deyərək pul yurlar, pul vaxt belə yurlar, formu silirlər, qara para axtarma budur. Artıq həm belə dövləti büdcəni tanıyırlar, bizim xalqa vermədikləri pulları, xalqın boğazına kəsləri, dövlət büdcəsinə pulu həm belə yiyirlər, eyni zamanda xəstələri də məcbur edirlər cibindəki son quruşunu almağa. Cibində pul yoxdur, onsuz da bilərsiniz, cibində artıq quruş da yoxdur. İnsanı məcbur edirlər, bankaya girsin, insanı məcbur edirlər, torpağı varsa onu satsın, evi varsa onu satsın, gətirsin, bunlara versin. Nəyə görə Azərbaycan xalqını bu vəziyyətə salırlar? Nəyə görə Azərbaycan xalqı bunu öz haqqını tələb eləmirsiniz? Ay insanlar, bu xəstəlik, bugün məndədir, sabah hər kəs ola bilər. Allah kimsəyə göstərməsin. Birincisi, nə qədər bu hakimiyyət var, bu xəstəlikdən yayınmaq yoxdur. Azərsunun mallarını gətirib, köhnə malların üzərinə etiketi dəyişib, vaxtı keçmiş malları su qiymətinə alıb gətirib orada, üzərinə yeni ambalaj yapırıb, satışa verib, sizi məhv edirlər, bunu bilin. Birinci, bax, buradan zəhərləyirlər sizi. Vaxtı keçən malları sizə satmaqla sizi zəhərləyirlər. Bunu dəfələrlə yazmışam, dəfələrlə deyirik. Amma mən elə, Dilara xanım, icazə verin, burada elə mən bir şeyi deyim yenə. Bax, dostlar, vaxtı keçmiş malların vaxtı keçmiş olduğunu hardan bilirsiniz? Bax, onun bankaların üzərində olan möhürlər var. Möhürlə bilirsiniz tarixi yazılarda. O tarixlərin arasında əgər onlar, belə deyək də, kompüterlə yazılmayıbsa, vurulmayıbsa ora və aralarında xəttlər yoxdursa, belə aralı xəttlər yoxsa, kompüterlə bilirsiniz də o şriftlərlə vurur. Onu silirlər və ondan sonra vurur. Əgər tam olaraq, rəqəmlər tam olaraq yazılıbsa, demək tam olaraq yazılan rəqəmlər saxtadır. Ona görə o tarixləri dəyişirlər. Tarixi dəyişmiş malları çalışın ki, almayasınız. Hər bir malın müddəti var. O mal, vaxtı geçmiş mallarda, malların hamısında olan konsentratlar sonradan zəhərə çevrilir və insanları xəstələndirir. Azərsun xüsusilə bundan istifadə edir. Azərsunun mallarının üstündə, bax, ona diqqət edin. Əgər
elektron yazılış varsa o arasında xətt belə də qırıq-qırıq xəttlər. 8 yazılır, 8 qırıq-qırıq belə yazılmalı. 9 tutaq ki, qırıq-qırıq yazılmalı. Amma bütöv yazılırsa, o zaman da bütöv yazılanlar saxtadır. Qırıq-qırıq yazılanlar isə orijinaldır. Ona görə ona diqqət edin. Buyurun Dilara xanım. Azersun kimindir? Azersun da ailənindir. Onu satan marketlər, Bravo da kimindir? Bütün marketlər hamısı ailənindir. Bravo olsun, o birisi marketlər hamısı bilir ki, sıravi bir vətəndaşın marketi, belə böyük marketlər sahibi deyil. Bu hamısı başda oturan o məmurların, o da ki, zəncirləmə bir ailədirlər. Bu malları özləri istifadə eləmirlər ki, özləri hər gün onların malları xaricdən gələn samolyotun sularına gedər. Fransadan, başqa devlətdən gəlir, onlar Azərbaycanın suyunu belə istifadə eləmirlər. İkinci variant, necə olur insanlar xərçəngə yolxur? Ceyran batan su qovşağı var bizim, su göləti var. Hansı ki Azərbaycanın Bakıya bütün o sular oradan verilir. Ora kanalizasiya suları axır. Bunu bu dəfələrlə çəkildi, deyildi. Kanalizasiya sularını bu insanlar içirdə insanları xəstə edirlər. Yeni doğulan uşaqlarımız artıq xəstə, xərçəng doğulur, şəkər doğulur, təzyiqli doğulur. Anormal uşaqlar dünyaya gəlir. Bizim soyumuzu qurudurlar bu hakimiyyət. Ay millət, ayılın. Bax, bunlar sizin axırınıza çıxır. Bizim evlatlarımız, gələcək soyumuz yoxdur artıq, soyumuzu tükətirlər. Bu günləri onsuz da gənclərimiz evlənə bilmirlər. Maddi durumla dolayı evləndiyi zaman ailəyə dolandırmaq lazım, uşaq olacaq, ona baxmaq lazım, ona görə evlənəmirlər, uşaq törədilmir. Keçənlərdə kimsə yazmışdı, bir ildə 147 nə qədər uşaq doğulursa, indi 40 neçə milyona düşübdür. Uşaqlar da artıq dünyaya gətirmirlər. Çünki bilirlər ki, bu ölkədə uşaq doğurmaq özü bir cinayət sayılır artıq. Çünki onlar göz görə-görə həmin uşaqları belə bir ateşin içine atırlar. Bu hakimiyyət nə qədər ki var, insanlar artıq qorxur, hər yoldan əl çəkməyə çalışır. Uşaq dünyaya da gətirmək istəmir, bu ölkədən qaçmağa çalışır. Bizim 11 milyon nüfuzumuz var deyirik, ondan 6 milyon əhali qalıb ya qalmıyor Azərbaycanda. Bugün Azərbaycan hökuməti 6 milyon nüfuzunu xəstəsinə baxmırsa, onlara uşaq pulu vermirsə, biz onda, Azərbaycan onda gərək tamamen yox olmalıdır. Həqiqətən yox olmalı bir xalqıq ki, biz buna səsimiz çıxardıq, sözümüz deyə bilmirik. Çəkinirik, qorxuruq. Bugün mən bunu danışıram, məni sabah tuta bilərlər. Amma bugünləri mənim arxamda mənlə bərabər yüz minlər eyni sözü desə, onlar buna risk edə bilməz, bu hərəkət edə bilməz. Bəli, məni tək görəndə tutarlar, tək görəndə hər şeyi edərlər. Amma yüz minlər insanlarımız əgər bunu deyərsə, tələb edirsə, bugün əlinizdə resurs var, internet dünyasıdır, hamınız internetdən istifadə edirsiniz. Meydana çıxmayın, hamınız götürün bu gecə internetdə yazın ki, onkologiya pulsuz olsun, pulsuz tədavi olsun, uşaq pulu yazın, hər gün yazın, hər gün bir sətir yazın, qoyun, bunlar gözünə girsin ki, xalq artıq bunu tələb edir. Nəyə görə Azərbaycanda xalqı, insanları məcbur edirsiniz ki, evini satsın, sizə versin. Az yemirsiniz xalqı, az tanıyırsınız, az bu insanların haqqına girirsiniz. Neft siz axır, qızıl mədənləri sizin qızlarınızın adına ofşarlarda şirkətlər qurulubdur. Həmin şirkətlərə gedir, oradan sizin qızların hesabına yatır. Ölkənin qızılı sizdə, gümüşü sizdə, təbii sərvət sizdə, nefti sizdə, qarnınız doymur, gözünüz doymur. Nədir bu xalqda nə istəyirsiniz? Bu xalqı niyə yaşatmırsınız? Niyə qoymursunuz insanlar yaşasın? Bu xəstə insanlar, körpə uşaqlarımız nəyə görə ölməlidir? Xərçəng xəstəsindən uşaqlarımız nə qədər tələf olur? Siz özünüzdə pul sizdə, hər şey, resurs sizdə. Xəstə olan gün başınızda arayın kimi qaçırsınız İsrailə, Avropa, ora bura. Azərbaycanda da gətirib oraya 2 dənə manqut doktor otuzdurmuşsunuz. Ancaq olub inək kimi insanları sağır. Onları məcbur eləmişsiniz ki, sağın bu insanları. Mən Teymur bəy, mən əməliyyat oldum, sonra ikinci bir məndə sinəmdə şiş var idi, onun üçün biopsi verdim. Getmişim, həkim mənlə oturdum, mənə dedi ki, biopsi üçün 300 manatı verməlisən. Dedim ya 200 verim, dedi yox, dünya dağılsa da olmaz. 280 manat, 20 manatı mən zorla kəsə bildim ondan. 280 manatı mənə biopsi aldı, mən xətəzə əməliyyatdan çıxmışam. İndi bu ikinci bu hissədən mənə biopsiya bularlar. Siz aparata salırsınız, PET deyirlər, PET-ə bizdən neçə min pul istəyirlər. Mən burada 10 dəfə PET-ə düşmüşəm. 15 dəfə məni eliblər, MR çalıblar. Bir MR bizdə 250 manatdır. Ya bu olmaz, bu qədər də olmaz ha.
Bu insanlar yazıqdır, bu millət yazıqdır. Bəsdirin də əl çəkin. Nəyə görə mənim qazim bu günlər gəlib orada partlayış edir? Yəni insanlar başa gətirmədilər onun qalmır. İnsanlar çörəyə möhtac qalıbdır ya. Hər il, hər şeyin qiyməti qalxır. Sadəcə qalxmayan insan dəyəridir bu ölkədə. Qalxmayan insanların maaşı. Bir dənə Azərbaycan kimi bir ölkədə bir fabrik, zavod yoxdur. Böyük bir fabrik orada bir kesin 2.000 insan çalışsın, işləsin, evinə çörək götürsün. Bunlar ancaq olub nə açırlar? Kazinolar açırlar. Nə açırlar? Qumarxanalar, nə açırlar? Fahişəxanalar açırlar. Barlar açırlar. Qızlarımızı orada pozunluğa götürürlər. Pozun əxlaqsızlığa yönəldirlər. Mənəvi dəyərlərimizi yox edirlər. Qadınlarımız, hamısı evlənər də sabah görüb dolanır, amma boşanır gedir, hamısı düşürlər oralara. Bunlar hamısı məcbur edən başdakılardır. Çünki öz ailə tərbiyələrini xalqımıza getirirdilər. Özlərinin əxlaqsız hərəkətlərini xalqımızı beləyirlər ki, xalqın da dilini gödəyə eləsinlər ki, tək biz deyil, bax siz də bu yolun yolcusunuz. Onların hamısı bir-birindən nə haqqadan çıxdıqları, ailənin bir-birindən, ailə ilə, qızı ilə hansı şeydə olduğunu hamımız gözəl bilirik. Xalq hamı bilir. Münasibətlərini, tərbiyəsizliklərini, əxlaqsızlıqlarını. Amma indi də bizim Azərbaycanın qızlarını, oğlanlarını belə bir yollara əl atırlar. Oğlanlarımız artıq kişilik qabiliyyəti qalmır, kişilər itiriblər. Yəni mən Azərbaycanın oğlanları artıq bağışın üzr istəyirəm ifadəmə görə. Bir halda gedib özünü əməliyyat etirir, əlbisə geyinir, küçələrə çıxırsa, mən artıq Azərbaycan demək bərbad gündədir. Gedib yollarda, traslarda durursa bu nə deməkdir, bilir misiniz? Ay millət, ayılın bunu sizi bu hala gətirin. Heç kim deməsin, mən sığortalamışım, mənim evladım olmayacaq. Hamının qapısı ölür. Heç ummadan daş baş yarar. Sənin evladın da edə bilər bunu.